Herkese salam. Yarmarkaya birlikte hazırlanırıq. Videoma xoş gəldiniz. Ağlımda qəfə tonlarda, 5 tonlarında fikir var. İndi kombinimi geyinim gəlim. Okey, köynəyimi və şalvarımı geyindim. Altına qəfəyə renkli şalvarım var. Bir də üstündən də bu köynəyim var. Üstündən qəfəyə palto geyinəcəm və bir dənə belə 8 martda mən alınan çantanı taxmağı düşünürəm. İndi son halımı boydan göstərəcəm. İndi aksesuarları taxmaq istəyirəm. Bilirsiniz ki, bulvarda belə güllər olduğuna görə buna uyğun bu sırğanı taxmağı düşünürəm. Belə görünür. Sonra üzük taxmağı düşünürəm. Beləcə 3 dənə üzüyüm var. Baxın. Bu üzüyümü, bunu bu barmağıma taxacağım. Bunu bu barmağıma, bunu isə buna. Paltarım və köynəyimlə də uyğundur. Səb olaraq da sadə bir şey istəyirəm. Bu səbimi görməmiş olmarsınız. Aksesuar görüntülərim belədir. Boydan göstərəcəm. Bir də ki, qəffəynəkdə rəssam papağım var. Onu taxıb gələcəm. Uşaqlar, son görünüşüm belədir. Siz necədir? Fikirlərinizi yorumlarda qeyd etməyi unutmayın. Sağ olun, gələn videoda görüşək.